Salam, mən Ayda Marif ilə video dərslərimizə xoş gəldiniz. Bugünkü mövzumuz sifət barədə olacaqdır. The adjective. Sifət əşyanın və ya şəxsin əlamətini bildirir və ismi təyin edir. Sifət ismin qarşısında işlənir. Sifətin Azərbaycan dilində olduğu kimi 3 dərəcəsi var, lakin Azərbaycan dilindən fərqlidir. Diqqətli olun və qarışdırmayın. Adi dərəcə, the positive degree, müqayisə dərəcəsi, comparative degree, üstünlük dərəcəsi, superlative degree. Açar sözlərimiz. Açar sözlər bizdə nəyə xidmət edir? Cümlədə hansı dərəcənin açar sözü varsa, o dərəcədə olan sifət işlənməlidir. Adi dərəcənin açar sözü as, not so as, to, very, quite, rather, so, such. Əgər cümlədə as varsa, deməli ortada adi dərəcəli sifət işlənməlidir. Not so as ortada adi dərəcəli sifət işlənməlidir. Və həmçinin to, rather, quite, so, such bu kimi sözlər varsa adi dərəcəli sifət. Misal üçün tall sifəti adi dərəcədədir. Müqayisə dərəcəsinin ən böyük göstəricisi than bağlayıcısıdır. Daha sonra any, even, no kimi bunların göstəricisi ola bilər. Üstünlük dərəcəsinin ən böyük göstəricisi the artiklıdır. Daha sonra cümlədə have ever, şəxsə görə dəyişən has ever və ya keçmiş zamandadırsa had ever tərcüməsi indiyə kimi deməkdir. Sözləri varsa və ya prepositionlardan in, on, at varsa, one of, all of kimi sözlər varsa, bu deməkdir ki, biz cümlədə üstünlük dərəcəsində olan sifət işlətməliyik. Misal üçün, adi dərəcə tall dedik, müqayisə dərəcəsi taller, üstünlük dərəcəsində the tallest işlətməliyik. İndi isə keçdik sifətin dərəcələnməsinə. Sifətin dərəcələnməsi hecadan asılı olur. Tək hecalı sifətlər şəkilçi ilə, çox hecalı sifətlər isə more, the most ilə dərəcələnir. Sonu y, və o ilə bitən iki hecalı sifətlər də şəkilçi ilə dərəcələnir. Tək hecalı sifətlərin dərəcələnməsi şəkilçi ilə dedik, yəni və est şəkilçisi ilə olur. İndi görək addım-addım sifət necə dərəcələnir. Birinci addım, adi dərəcədə sifət olduğu kimi qalır. Fast, sürətli. İkinci, müqayisə dərəcəsində sifətin sonuna şəkilçisi əlavə olunur. Faster. 3. Üstünlük dərəcəsində sonuna est şəkilçisi əlavə olunur. The fastest. Sifət üstünlük dərəcəsində mütləq the artiklı qəbul etməlidir. Və ola bilər ki, sifətin sonu lal deyirik, səssiz deyirik, hərfi ilə bitsin. Bu halda şəkilçilərimizdən sadəcə hərflə bu hərfləri qəbul edir. Yəni nice, nicer, nicest. Yəni biz əlavə bura 2 dənə yazmırıq. Sonu y hərfi ilə bitən sifətlərdə y hərfi düşür, və est kimi olur. Happy, happier, the happiest. İndi isə keçək çox hecalı sifətlərə. Birinci addım, adi dərəcə olduğu kimi qalır. Beautiful. İkinci, müqayisə dərəcəsində sözün əvvəlinə more sözü əlavə olunur. More beautiful. Üstünlük dərəcəsində isə sözün əvvəlinə the most əlavə olunur. The most beautiful. Unutmayın, bir sözdə eyni anda 2 dərəcə göstəricisi ola bilməz. Gördüyünüz kimi, müqayisə, 2 dənə müqayisə ola bilməz. 2 dənə üstünlük ola bilməz. Sifət tək hecalıdırsa şəkilçi ilə dərəcələnəcək, çox hecalıdırsa more, most ilə dərəcələnəcək. Bir də üçüncü qrup sifətlərimiz var ki, bunlara qaydasız deyirik, yəni kökdən dəyişən sifətlər deyirik. Yaxşı sözü, good, better, the best. Peace, bad, worse, the worst. Az, little, less, the least. Çox, many, more, the most. Çox, much, more, the most. Və sifətə aid 2 şəkilçimiz var ki, ing və ed şəkilçiləri. Əgər biz
ing şəkilçisini cansızdan danışırıqsa, o zaman ing şəkilçisini əlavə edirik. Deyirəm ki, film darıxdırıcı idi. Filmə aid daxı. Onda deyirik, the film was boring. Boring. Amma deyirəm ki, insanlar darıxdı. Bu filmdə oturan insanlar darıxdı. Artıq bu nədir? İnsanlara aiddir. Onda insan üçün olan id istifadə edirik, canlı. The people bored. Yəni, bu iki şəkilçini unutmayın. Canlı ilə işlənir id, cansızla işlənir ing. Və burada qrafikə fikir verək, dərsimizi artıq ümumiləşdiririk. Tək hecalı sifətlər adi dərəcə, müqayisədə R şəkilçisi, üstünlükdə est. Long, longer, the longest. Short, shorter, the shortest. Small, smaller, the smallest. Çox hecalı sifətlər adi dərəcədə, more sonra sifət, the most sonra sifət. Expensive, more expensive, the most expensive. Different, more different, the most different. Beautiful, more beautiful, the most beautiful. Sizinlə mən Ayda Marif.